27 sentyabr 44 günlük Vətən müharibəsinin başladığı gündür. Azərbaycan xalqı üçün bu gün anım günü ilə yanaşı həm də zəfərlə bitən savaş tariximizdir. Bu tarix həm də 30 illik işğala və 2 əsrlik tarixi ədalətsizliyə son qoyan tarixdir. Gəlin, təqdim edəcəyimiz sujetdə bugünün tarixinə birgə nəzər salaq. 27 sentyabr 2020-ci il Azərbaycan xalqının Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib, illərlə düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğu tarixdir. 27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin geniş miqyaslı təxribat törədərək cəbhə boyu zonada yerləşən Azərbaycan ordusunun mövqələrini və yaşayış məntəqələrini iri çaplı silahlar, mina atanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması barədə qərar verildi. Bugün səhər Ermənistan Silahlı Qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı 28 sentyabrda qismən səfərbərlik elan edildi. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlandı və 2-ci Qarabağ müharibəsinə çevrildi. Ermənistanla 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edildi. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Moskvada imzalanan müqavilə əsasən noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən münaqişə zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Azərbaycanın ərazisindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. 2020-ci il noyabrın 20-sində Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu işğaldan azad edildi. Muhterem Prezident, Selam Ali Başkomandan, Azerbaycan Respublikası'nın devlet bayrağı Laçın şehrinde dalgalanmaktadır. Yaşasın Azerbaycan, yaşasın Ali Başkomandan, Qarabağ! Beləliklə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan ordusu 44 gün ərzində torpaqlarımızı işğaldan azad etdi. 44 günlük Vətən müharibəsi ordumuzun gücünü, qüdrətini, rəşadətini göstərməklə yanaşı, Azərbaycanın hərb yolu ilə torpaqlarını işğaldan azad etmək əzmini də göstərdi. Dünyaya bəyan etdi ki, Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayıb. Torpaqlarını işğaldan azad edib, Ermənistanı kapitülyasiya aktını imzalamağa məcbur edən ölkəmiz artıq regionda yeni reallığın yarandığını, həmçinin Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar olmasının, təhlükəsizliyin tərəfdarı olduğunu göstərdi. Bir sözlə, haqqı, ədaləti özü bərpa etdi. Dastana döndü, dastana döndü.